Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebina Muhammed ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Allah Teala Kur'an-ı Kerim'de buyurur: İnneke la tahdi men ahbabte velakinnallaha yehdi men yeşâ. Sen istədiyini doğru yola gətirə bilməzsən, lakin Allah istədiyini doğru yola gətirər. Bu ayə, qardaşlar, əqidə ayələrindəndir, tövhid ayələrindəndir. Bu ayənin emmə səbəbi var. Səhih hədisdə gəlmişdir, Səid ibn Musayyib, o da atasından rivayət edir ki, o zamanki ölüm çatdı Əbu Talibə, Peyğəmbər sallallahu aleyhi və səlləmin əmisi Əbu Talib, o zamanki ölüm gəlib ona çatır, əcəli yetir, ölüm döşəyində can verir, Rasulullah sallallahu aleyhi və səlləm əmsinin yanına ziyarətə gəlir. Burada birinci fayda odur ki, qardaşlar, hətta müşrik olsa belə sənə yardım edən, səni müdafiə edən, sən onun əməyini heçə apara bilməzsən. Onun sənin yanında hörməti olmalıdır. Sən onun haqqını yerinə yetirməlisən, xüsusən də qohumluq əlaqəsi varsa, sənin üzərində haqqı varsa. Peyğəmbər sallallahu aleyhi və səlləm və həmçinin ikinci faydalarından müşriki də ziyarət etmək olar. Ölüm ayağında olsa belə, onu da ziyarət etmək olar. İbrət üçün, dəvət üçün, nəsihət üçün xəstələndikdə. Rasulullah sallallahu aleyhi və səlləmin əmsi ölüm döşəndə ikən Peyğəmbər sallallahu aleyhi və səlləm gəlir, əmsini ziyarət edir. Bilirsiniz, Əbu Talib Peyğəmbər sallallahu aleyhi və səlləmə daima dəstək olub, daima Peyğəmbərin müdafiə eləyib, daima Peyğəmbərin yanında olub. O var ikən müşriklər cəsarət etmirdi ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə əziyyət versinlər. Çünki möhtərəm adam idi Əbu Talib, hər tərəfdən, hər kəs tərəfindən hörmət olunurdu, sözü dinlənirdi və hər kəsin yanında da sayğısı, hörməti var idi. Və bu baxımdan da Peyğəmbər sallallahu aleyhi və səlləmə müşriklər istədiyi kimi əziyyət verə bilmirlərdi. Muhammed sallallahu aleyhi və səlləm əmsinin yanına gəldikdə görür ki, yanında Abdullah ibn Əbi Umeyyə, bir də Əbu Cəhil, Əbu Talibin yanındadılar. Peyğəmbər sallallahu aleyhi və səlləm gəlir, görür ki, Abdullah ibn Əbi Umeyyə və Əbu Cəhil Peyğəmbər sallallahu aleyhi və səlləmin əmsinin yanındadır. Onlara fikir vermədən Rasulullah sallallahu aleyhi və səlləm əmsinin yaxşılığını axtarır, əmsinin qurtuluşu üçün çalışır və deyir ki, Ya am, qul la ilahə illallah, kəlimətən uhaccu ləkə bihə indallah. Ey əmi, sən la ilahə illallah kəlməsi de, onunla mən sağ qiyamət günü şəfaət verəcəm. O kəlimə ucbatından Allah səni bağışlayacaq. Baxmayaraq ki, Əbu Talib bütlərə ibadət edənlərdən idi. Məkkənin müşriklərinin əqidəsindən idi. Məkkə müşriklər nəyi etiqad edirdisə, Peyğəmbər sallallahu aleyhi və səlləmin əmsi də ona etiqad edirdi. Ona görə, qardaşlar, burada bir fayda da var. O da, Allahdan qeyri ibadət olunanları inkar etmədikcə bir insan müsəlman ola bilməz. Allahdan qeyri ibadət olunanları, tağutları bir müsəlman inkar etmədikcə müsəlman ola bilməz. Tək Peyğəmbərə inanmaq,
Peyğəmbərə inanmaq və Allaha inanmağı iddia etmək, Peyğəmbəri yalanlamamaq və Allaha inanmağı iddia etmək, amma Allahdan qeyri ibadət olunanları inkar eləməmək adamı İslam dininə salmır. Çünki Əbu Talib Peyğəmbərin Peyğəmbərliyində şəkki yox idi. Peyğəmbəri yalancı baxmırdı və deyirdi ki, sən düz danışırsan. Lakin ata-babalarının ibadət etdiyi bütləri tərk eləmirdi və onları inkar eləmirdi. Ona görə də Əbu Talib bu kəlməni demədi və Rasulullah sallallahu aleyhi ve sellem ona təklif elədiyi hətta ölüm ayağında kəlməni demədi və bununla İslam'a daxil olmadı. Baxmayaraq ki, qardaşlar, tövbə qapısı açıqdır iki hala kimi. Hər bir günahkar üçün tövbə qapısı açıqdır iki hala kimi. Birincisi, günəş batdığı yerdən doğana kimi. İkincisi də ölüm ayağındaykən. İki vaxt Allah tövbələri qəbul eləmir. İnsanlar bir gün yatacaqlar, yerlərindən oyananda həmişə günü hardan çıxdığını görürsünüz? Məşriqdən. Bir gün oyanacaqlar insanlar, gün məşriqdən çıxmayacaq. Gün batdığı yerdən çıxacaq. O gün artıq tövbə qapıları bağlanacaq. Kim tövbə etmək istəsə, o insanın tövbəsi qəbul olmayacaq və insanların çoxu Quran-ı Kərimə açıb, Quran-ı Kərimi oxumaq, Quran-ı Kərimi əzbərləmək, Quran-ı Kərimə qapanmaq istəyəcəklər. Allah Teala o gün Quran-ı Kərimin içindəki ayələri də özünə çəkmiş olacaq, göyə çəkmiş olacaq və kitablarda ayətlər tapılmayacaq. Və ikinci halda ölüm ayağıdır. İnsan ölüm ayağına yaxınlaşdırsa, Allah onun etdiyi tövbəni qəbul etmir. Və ona görə burada bir sir var ki, heç kəsin ölümü qabağında yazılmayıb. Yəni, heç kəs ölümünün harda və nə zaman baş verəcəyini bilmir. Ona görə tövbəni gecikdirməmək lazımdır. Günah elədin, sabaha saxlama. Səhər günah elədin, tövbəni axşama saxlama. Axşam günah elədin, səhərə saxlama. Və deməginən ki, cümə gəlsin, cümədə tövbə edərəm. Ramazan gəlsin, Ramazanda tövbə edərəm. Və yaxud da həccə gedəndə tövbə edərəm. Və yaxud ümrəyə gedəndə tövbə edərəm. Hər an ölə bilərsən. Hər an ölüm səni apara bilər. Hər an qəlbin dayana bilər, ruhun çıxa bilər. Ona görə insan ölüm ayağındaykən, ölüm döşəndəykən, can verərkən etdiyi tövbə qəbul olunmur. Əbu Talib istisna. Əbu Talibi istisna idi. Əbu Talib Peyğəmbər s.ə.v istisna etdi bu məsələdə. Çünki onun İslam'a böyük xeyri dəymişdi. Rasulullah istəmirdi ki, o müşrik olaraq dünyanı tərk etsin. O qədər İslam'a hörmət etmişdi. Onun müqabilində Peyğəmbər s.ə.v istəyirdi ki, bu İslam'a girsin ki, o etdiyi əməllər ona fayda versin. Baxın, Peyğəmbər s.ə.v ona deyir ki, ey əmi, la ilahe illallah kəlməsini de, onunla mən Allaha şəfaət edəcəm. O kəlmə sağ fayda verəcək axirət günü. Fəqalə ləhu İbn-i Əbi Umeyyə ilə Əbu Cəhil ona nə deyirlər? Ətərğabu an milləti Abdülmuttalib. Sən Abdülmuttalibin millətindən, dinindən, yəni ata-babalarımızın dinini tərk mi edəcəksən? İstəmirlər la ilahe illallah da. Pis dost belədir, bax qardaşlar. Pis dost, dinsiz dost, alçaq və əqidəsiz dost belədir. Heç vaxt sənə xeyir istəməz. Sənə xeyir ehtiyacı olanda sənə yaltaqlanacaq. Bəlkə də sən nə əqidədəsən sənin sözünü deyəcək. Sənə dəstək verəcək ki, səndən faydalansın. Haqqı deməyəcək. Pis dost belədir. Ya səndən mənfəətlənmək üçün susacaq, ya səni öz əqidəsinə çəkəcək, ya da sənin xeyr əhli olmanı istəməyəcək. Pis dost belədir. Gedin, bütün dindən uzaq olan insanların dostluqlarına baxın, hamısı müəyyən maddi dünyavi mənfəət üzərinə qurulub. İçki süfrəsinə baxın, 4 adam otururlarsa içki içməyə, biri birdən imtina etsə ki, mən içmirəm, 3'ü də onun üstünə hücum elirlər ki, nədir bu içsin deyə. Biri ola bilsin ki, ağır söz deyə, o birisi ola bilsin ki, bunu bizə deyirlər işgərdə, o birisi onu qızışdıra sözlər deyə və bunu məcburən içirtməlidirlər. Qumarbazlar, 3 adam qumar oynayırsa,
dördüncü oturub durmur yanında. Onu da çağırırlar, gel qumar oyna deyin. Toyda fikir verin oynayanda, bir adam oynayanda neçə adamı çağırır qabağına, gəlin siz de oynayın diye. Ha? Bir adam, bakın, pis şeylerden danışırsa, günah şeyler danışırsa, ancak günahkar insanların yanına gelir danışmağa ve oradaki insanlardan da tələb edir ki, siz ne eləmişsiniz bu cür şeylerden, siz de danışın. Pis dost sənin yaxşı olmağını heç vaxt istəməz. Pis dost dediğimiz zaman dindən uzaq şəxslər, Allah'tan qorxmayan şəxslər nəzərdə tutulur qardaşlar. Baxın bu iki nəfər nə deyir? Deyir, sən ata babanın dinini tərk mi edəcəksən Əbu Talibə? Və Peyğəmbər sallallahu aleyhi ve sellem həmin sözü təkrar edir Əbu Talibə. Çünki istəyir ki, canı çıxmazdan qabaq, ruhu çıxmazdan qabaq Əbu Talib bu kəlməni deyə. Və onlar da həmin sözü təkrar edərək Əbu Talibə deyirlər. Və ən axırıncı Əbu Talib dediyi söz nə olur? Abdülmuttalibin dinində olduğunu deyir. La ilahe illallah demir. La ilahe illallah demir. Və onlar onu məcbur elirlər və yaxud ona tez-tez xatırladırlar. Və son kəlməsi o olur ki, o Abdülmuttalibin, yəni müşriklərin dinindədir. Və la ilahe illallah deməkdən imtina eləyir, demir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm belə olduğu halda deyir ki, la əstəğfirannə ləkə mə ləm unha anka. Sənin üçün deyir, yenə Allah'tan bağışlanmaq diləyəcəm, ta mən sənə bağışlanmaq diləməkdən qadağan olunmadıqca. Və Allah Teala bu ayəni nazil edir, qardaşlar. Mə kənə linnəbiyyi vəllezine əmənu ən yəstəğfiru lil müşrikin. Peyğəmbərə və iman edənlərə izin verilmir ki, müşriklər üçün dua etsinlər. Peyğəmbərə və iman edənlərə izin verilmir ki, müşriklər üçün, la ilahe illallah demədən ölənlər üçün Allah'tan bağışlanmaq diləsinlər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm Əbu Talib üçün istiğfar etmir. Çünki Allah Teala qadağan eləyir bu ayədə müşriklər üçün istiğfar etməyini. Və Allah Teala həmçinin Əbu Talibin deməməsinə görə və onun demədiyinə görə Peyğəmbərin üzülməsinə görə Allah Teala bu ayəni nazil eləyir. Sizə ilk oxuduğum ayəni Allah nazil edir ki, innəkə la təhdi mən əhbəbtə və lakinnallaha yəhdi mən yəşə. Sən ey Muhammed həqiqətən istədiyini doğru yola gətirə bilməzsən. Lakin Allah Teala'dır istədiyini doğru yola gətirən. Deməli, hidayət kimin əlindədir, qardaşlar? Allahın əlindədir. Doğru yola gətirmək, xeyirdə muvaffaq olmaq, ixlaslı olmaq, əməli salih insan olmaq kimin əlindədir? Allahın əlindədir. Ona görə bir insan özünlə iğtirar etməməlidir, qürurlanmamalıdır, özündən razı qalmamalıdır. Çünki elmlə deyil muvaffaqiyyət, oxmaqla deyil muvaffaqiyyət, pulla deyil muvaffaqiyyət, vəzifə ilə deyil muvaffaqiyyət, ancaq Allahın istədiyinləndir bu. Ona görə Allaha çox yalvarmaq lazımdır, çox dua etmək lazımdır ki, Allah Teala insanı bu dünyada muvaffaq eləsin xeyir əməllərdə. Bu şey ən önəmli əməllərdən biridir. Və bu ayənin eniş səbəbi Əbu Talibin, Abdülmuttalibin dini üzrə dünyanı tərk etməsi idi, qardaşlar. Və burada ən önəmli faydalardan biri nədir? Bir insan ailəsinin, qohum əqrabasının və yaşadığı çevrədəki insanların İslam'a girməkləri üçün, düzgün insanlar olmaları üçün əlindən gələn səbəblərdən tutmalıdır, əlindən gələn vəsilələrdən istifadə etməlidir və çalışmalıdır. Amma onların İslam'a gəlməmələri o adam üçün heç də eyib deyil. Çünki hidayət Peyğəmbərin əlində olmayandan sonra Peyğəmbərlərin səviyyəsində çatmayan insanların heç də əlində ola bilməz. Ona görə bütün müsəlmanlara, möminlərə bunu dərk eləmək lazımdır ki, bizə lazım olan sadəcə şər'i vəsilələri insanların hidayəti üçün işlətməkdir, şər'i vəsilələrdən istifadə etməkdir. Amma hidayət kimin əlindədir, qardaşlar? Allahın əlindədir. Və Peyğəmbərlər olub ki,
zövcələri iman gətirməyib. Lut aleyhissalam kimi. Peyğəmbərlər olub ki, oğlu iman gətirməyib. Nuh aleyhissalam kimi. Peyğəmbərlər olub ki, atası iman gətirməyib. İbrahim aleyhissalam kimi. Və kafirlər olub ki, onlar kafirlərin və müşriklərin, dinsizlərin, tağutların başçısı ola xidmətçisi və zövcəsi iman əhli olub. Kimlər kimi qardaşlar? Firavun kimi. Hidayət kimin əlindədir? Hidayət Allahın əlindədir. Ona görə bizlərin üzərinə düşən insanların hidayəti üçün əlimizdən gələn vəsilələri işlətməmizdir. Allah bizi eşidib faydalardan etsin və bizi və ailələrimizi tövhid üzrə yaşatsın, tövhid üzrə dünyadan köçməyi nəsib eyləsin, sözlərimizdə və əməllərimizdə ixlas nəsib eyləsin. Və sallallahu və səlləmə və barik alə nəbiyyə Muhammed və alə alihi və ashabihi əcməin. İxlasla.com saytı tərəfindən təqdim olundu.